Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Amma ba'd. Biz Əl-Əqidətül Vasitiyyə kitabını davam edirik. Müəllif rahmetullah burada hədis zikr edir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Əcibə Rabbuna min qunut ibadihi və qurbi qeyrihi." Rəbbimiz deyir, onun qullarının ümidsizliyinə və başqasının ona yaxın olmasına, onun başqasından yaxın olmasına təəccüblənir. Yəni qul ümidini üzür Allah Taala'dan. Ümidini üzəndə Allah Taala buna təəccüblənir. Və Allah ona yaxındır. Yəni Allahın başqasından yaxındır Allah Taala. Ona baxmayaraq qullar nə edir? Ümidini üzəndə Allah Taala buna təəccüblənir. Sizlərə baxır, hansılar ki, ümidini üzənlərə və gülür. Və bilir ki, sizin çıxış yolunuz yaxındır. Bu dəlildə iki sifət vardır. Allah Teala isbat olunan iki sifət var. Birinci, təəccüblənmə sifəti, əcəb sifətidir ki, Allah Teala əzəmətinə və cəlalına layiq olan şəkildədir. Necə ki, başqa sifətlər kimi, gülmək, fərəh sifətləri kimi. Gülmək sifəti də Allah Subhanahu taala haqqında sabit olubdur. Bu feili bir sifətdir, həqiqi feili sifətdir. Həmçində əcəb feili sifətdir həmçinin. Allah Taala'nın əzəmətinə və cəlalına layiq olan bir şəkildə kamil bir sifətdir. Əhl-i-Sünnə və Cəmaət bu barədə gələn dəlillər isbat edirlər. Tətil əhli, inkar əhli bunu inkar edirlər və fəsad mənalarla nə edirlər? Təbirlər verirlər. Necə ki, təbir əhli bunu edir. Bu hədisin mənası odur ki, həqiqətən ümmət şiddətdə olacaqdır. Onlar üçün şiddət olacaqdır, şiddətlər olacaqdır. Musibətlər, quraqlıq, aclıq, qorxuluq və yaxud da buna oxşar müsibətlər olacaqdır. Və onlara ümidsizlik baş verəcəkdir. Ümidsizlik baş verəcək. Allah-u Təbarək Teala ona güləcəkdir. Çünki o bilir ki, çıxış yolu yaxındır. Yəni, insan çətinliyə düşəndə bilməlidir ki, nə qədər ki, çətinlik çoxalıb, asanlıq da o qədər yaxındır. Çıxış yolu o qədər yaxındır. Bunu bilməlisən. Allah Teala bilir, əzəli olaraq bunu bilir. Şiddətdən sonra farac, çıxış yolu olur. Quraqlıqdan, çətinlikdən sonra firavanlıq, raxa olur. Şiddətin əksi olaraq. Qorxudan sonra əminlik olur. Fəyəzəllu yədhəku ya'ləm ənə faraca ibadihi qarib. Allah Teala gülür və davam etdi olaraq bilir ki, qullarının çıxış yolu yaxındır. Necə ki, hədisdə gəlmişdir ki, وَأَنَّ الْفَرَجَ مَعَ الْكَرْبِ Çıxış yolu kədərlə gəlir. Yəni, insan kədərlənəndə sonra nə gəlir? Çıxış yolu gəlir. Sonra müəllif rahmetullah başqa bir hədis gətirir. Buxarıda gələn hədisdə deyir, sallallahu aleyhi ve sellem deyir ki, "Lə təzəlu cəhənnəmu yulqa fiyhə və hiyə təqul." Cəhənnəmə deyir, o qədər atılır ki, deyir, insanlar, daşlar. O da deyir ki, həl min məzid gənə varmı? Uzubillah. Cəhənnəm gənə istəyir. Həttə yada'a Rabbul İzzəti fiyhə ricləhu. İzzətli Rəbbimiz öz qədəmini, əyağını ora qoyur. Başqa rəvayətdə gəlir ki, qədəmini qoyur. Və cəhənnəm fəyinzəvi ba'duha ilə ba'd və bir-birindən aralanır. Fətəqul qat-qat deyir ki, kifayətdir, kifayətdir. Cəhənnəm belə deyir. Bu hədis haqdır.
sifət dəlillərindən vardır burada. O da nədir? Həqiqətən Allah Təbaraka və Teala cəhənnəmi də yaradıb, cənnəti də yaradıb, cəhənnəmi də yaradıbdır və hər bir şeyi yaradıbdır. Yəni cənnəti də yaradıb, cəhənnəmi də yaradıb və onların hər biri üçün əhl yaradıbdır. Cənnət əhli üçün cənnət əhli yaradıbdır. Onlar ora daxil edir. Onlar ora daxil olurlar. Orada genişlik, fəzilət vardır. Hansı ki, onlar orada cənnət əhli yerləşdikdən sonra öz mənzillərinə Allah Taala təzə bir yaradılmışlar yaradır, onları orada sakin edir. Bu nədir? Allah Taala'nın bir fəzilətdir. Yəni Allah Taala cənnət üçün yeni yaradılışlar yaradır. Amma cəhənnəm üçün yaratmır. Sonradan, yəni söhbət sonradan gedir. Necə ki, bu hədisdə varid olmur. Amma cəhənnəm, Allah qorusun, yəni ora cəhənnəm əhli atıldıqda, hansı ki, onlar kafirlərdən, ilhad əhlindən, yahudilər, xristianlar, məcuzlar, mələhidələr, bütpərəstlər, kim ki küfr üzərində, böyük küfr üzərində, kiçik, böyük şirk üzərində, etiqadı nifaq üzərində ölübdür. Hansı ki, bu İslam dinin əsrlərinə əksi olan bir şeydir. Onun üzərində ölübdür. Onda bunlar hamısı cəhənnəmə atılacaq. Cəhənnəm də deyəcəkdir ki, əlavə vardır, əlavə istəyəcəkdir. Allah Subhanahu və Teala Əlləzi əntəqə kullə şeyin əntəqəha Allah, hansı ki, Allah Teala hər şeyi danışdırır və cəhənnəmi də danışdıracaq. Yəni, eləyəcək ki, cəhənnəm danışacaqdır. Və zəlikə hinə yəda'u Rabbu fiyhə Rəbb öz ayağını və yaxud ki, qədəmini ora qoyanda onlar bir-birlərindən ayrılıb cəhənnəm bir-birindən, məsələn, bir odun içində, bu Allahın misalı daha ucadır. Nəsə tullayanda nə var? Dağılır. Nə qədər ki, od bir-birinə yaxınca şiddətli olur. Cəhənnəm bir-birindən ayrılanda onda deyəcək ki, qat, yəni kifayət olduğunu, yəni kifayətdir. Yəni doldu cəhənnəm doldu. Bu hədisdən götürülən şahidlik odur ki, Allah Subhanahu taalanın ayaq və qədəm sifəti vardır, zatı sifətdir. Allah Taalanın əzəmətinə və cəlalına layiq olan bir şəkildədir. Necə ki, iki əl, iki göz, eşitmək, görmək, üz, bundan başqa olan zatı sifətlər vardır ki, Əhl-i-Sünnə və Cemaat bunu isbat edir. Necə ki, başqa sifətləri isbat elədiyi kimi, həqiqətdə bu uca əzəmətli bölüm yətəalləqu bəyan əsməilləhi və sifətihi və mə ləhu minəl hüququs səhlun alə mən yəssərəhullah. Demək, bu əzəmətli bölüm, hansı ki, Allah'ın adlarına və sifətlərinin bəyanla bağlıdır. Buradakı olan haqlar Allah Teala kimə asanlaşdırırsa da onlar üçün asandır. Bidət və azğın əhillərinə bu şey çətin gəlir. Bu şey çətin gəlir, çünki onlar dəlilləri tərk eləmişdilər. Bidət əhli ağıllarına qayıtmışlar bu məsələdə, oturub fikirləşmişlər, mənalarına, dərinliklərinə getmişdilər. Onlar heç bir Quran sünnə dəlillərinə isnad eləməmişdilər. Yalnız nəyə isnad eləmişdilər? Öz əqillərinə isnad eləmişdilər. Fəlsəfə kitablarına, kəlam elminə isnad eləmişdilər. Bununla istəmişdilər ki, Allah Teala haqqında adlar və sifətlər vacib olan nəyə çatsınlar? Onun isbatına çatsınlar. Azdırmışdılar. Mümkün deyil. Yəni, sən Quran sünnədən götürməsən bunu, Allahın adlarını və sifətlərini, sən mümkün deyil ki, başqa yerdən axtarıb tapıb haqqa çatasan. Əksinə azacaqsan və azdıracaqsan. Haqq yoldan azmışdılar və başqalarını da o yoldan beləliklə azdırmışdılar. Azğınlıq onlara o dərəcə o yerə çatmışdı ki, onlar azğınlıq o yerə çatmışdılar ki, cahillik oraya çatmışdı ki, onlar Quran və sünnəni dəlillərini dəyişmişdilər. Onu səhih təfsirdən başqa bir təfsirlə təfsir eləmişdilər. Hansı ki, şəri elm əhli keçənlər də, gələnlər də bunu bildirmişdir. Ki, yəni, bu belə olmalıdır. Azğın əhlin sən nə edib? Tərsini deyərdilər, əksini deyərdilər. Batil, fəsad bir təfsir açıqlamalar verərdilər. Yəni, bu Allah Subhanahu taala azza və cəllədən olan bir fəzilətdir ki, kim ki Quran sünnədən tutarsa da, şəri elmi tələb edərsə də,
Yəni şəri elmdə Quran sünnədən götürülür. Yəni ondan tutarsa səhih fəhimlə tutarsa da və qasdul həsən və niyyətul xalisə. Yəni Allahdan olan fəzilətdir ki, o kəsin üzərinə ki, hansı ki Quran sünnədən tutur, şəri elm tələb edir və o Quran sünnəni səhih fəhimlə başa düşür, gözəl qəsdlə və xalis niyyətlə. Yəni kim belə olarsa da bu Allahdan olan ona olan bir fəzilətdir. Gələn səfər davam edərik. Allah Təala istəyirəm ki, bizlərə istifadə edələr.